artıq bir ildir üzərində çalışırıq. Böyük bir komandamız var və renklər, loqoların seçilməsi üzərində bir ildir çalışırıq, durmadan işləyirik, dəyişdik falan filan. Axırda sonunda skandal adında qərarlaşdıq. Çünki skandal show biznes üçün vacib bir sözdür və skandal show biznesi ayaqda tutan bir sözdür. Və düşünürəm ki, bu skandal adı show biznesə fərqli və maraqlı rəng qatacaq. Bunun üçün bizim yanımızda olan bütün partnyorlara, dostlarımıza təşəkkür edirik və bütün məşğullara müraciətlə deyirik ki, heç kəs çalışsın bizdən, inciməsin, küsməsin. Maqazin mətbuatı, məthiyə janrında inkişaf edilir. Çünki Azərbaycan show biznesinin üzvlərinin hər biri bir qol seçibdir özünə, artistlər bölünüb, artistlərin mətbuatları bölünüb, tərifnamələr pik həddədir, məthiyə janrı pik həddədir, bütün artistlər təriflənir və təəssüflər olsun ki, nə tənqidi qoyaq kənara, nəinki açıq və sərbəst informasiya yükü olan bir xəbər çıxmır. Olsa da çox azdır, çünki maraqlar var və insanlar bəzən maraqlarını arxa plana ata bilmir. Biz çalışacağıq ki, demirəm 100%'lik eləyəcəyik. Biz çalışacağıq ki, tərəfsiz xəbər qoyaq. Ən çox sual verilir ki, kimin kuraysiyasındayıq, hansı artistin kuraysiyasındayıq? Heç bir artistin kuraysiyasında deyilik. Heç bir havadarımız yoxdur, öz gücümüzü açmışıq. Elvin Elxan 15 ildir sahədədir və Elvin Elxan olduğu üçün artistlər Elvin Elxanla çalışmağa başlayıb. Biz çalışmışıq ki, artistlərimizin bütün hüquqlarını müdafiə eləyək, mətbuat katibi kimi. Amma ki, mənim üçün fərqi yoxdur. Mən Elvin Elxan olduğum üçün məndən çalışırlar. Yəni ki, mən də təbii ki, öz gücümə tanınmışam, heç kəsin gücünə tanınmamışam, heç kəsin gücünə də Elvin Elxan olmamışam. Çünki mən 2-ci kursdan işləyirəm, 15 ildir bu sahədəyəm, Bakı Dövlətinin tələbəsiyəm, Niderland Media School'un masterını almışam, 63'ə yaxın sertifikatım var media sahəsində və kifayət qədər də tanınıram. Ona görə də bütün artistlərimiz hamısı əzizdir, amma ki, onlar Elvin Elxan olduğu üçün məndən işləyiblər. Yəni ki, məni tanıtmaq adına yox. Mən Elvini təbrik eləyirəm. İnanıram ki, Azərbaycan mediasına yeni bir nəfəs gəlir. Çünki Elvini tanıdığıma görə bunları deyirəm. Burada həm kreativlik olacaq, həm düzgünlük olacaq. Yəni, heç kimin haqqı tapdalanmayacaq. Bunlara inanıram ki, Elvin bunlara riayət eləyəcək. Çünki olayda olub və olayda olan zaman bunların hamısına çox yüksək səviyyədə riayət eləyibdir. Elvini təbrik eləyirəm, uğurlar arzulayıram, uğurları bol olsun. Nə deyə bilərəm, çox bacarıqlı media nümayəndələridir. Düzdür, dostumuzdur, əzizimizdir, doğmamızdır. Amma belə də götürəndə çox dəyərli və öz sözünü demiş media nümayəndəsidir. Və ona bu yolda həm səbir, həm də uğurlar arzulayıram. Çox çətin və məsuliyyətli bir işi öhdəsinə götürüb, inşallah bunun öhdəsindən də çox gözəl gələcəkdir. Elvinim, səni təbrik eləyirəm, uğurlar arzulayıram, uğurların hər zaman bol olsun. Bax, belə qal, heç zaman dəyişmə. Dost sevər Elvinim mənim. Elvin bugünə qədər gördüyü işlərdə çox uğurlu olub. Əminəm ki, bundan sonra da uğurlarının davamı gələcək və burada özü kimi kreativ, maraqlı və diqqət çəkən olacaq. Bilirsiniz ki, Elvin hər zaman bizim proyektlərimiz çıxanda bizə dəstək olub və düşünürəm ki, bugün də Elvinin yanında olub, nəinki dəstəkləmək, sadəcə onun bu günündə biz onun yanında olaq. Bizi nələr gözləyir, yəqin ki, siz bilirsiniz. Əminəm ki, vicdanla, qərəzsiz Elvin bu işi aparacaq, götürəcək. Mən əziz dostum Elvini təbrik edirəm. Bu onun uğurlarından biridir. Çünki bilirsiniz ki, Nuran layihəsinin rəhbəri Elvin Elxandır hal-hazırda və onun bu uğurlu addımı biz dostlar olaraq təbii ki, sevinirik. Çünki bu Elvinin özünə məxsus olan bir saytdır, bir maqazin səhifəsidir. Ona uğurlar arzulayırıq.
arzulayıram. Düşünürəm ki, onun beynində qurduğu, ümumiyyətlə Azərbaycan mədəniyyətinə qatmaq istədiyi töhfə sonsuz olacaq. Elə böyük yaş fərqimiz olmasa da, amma Elvin mənim üçün, mən balaca qardaşım, mənim öz əzizim, öz doğmam, öz balam kimi olub və mən də onu belə tənbih eləmişəm əslində. Düşünürəm ki, bu səmimiyyətdən irəli gəlib və bu onun tərbiyəsindən irəli gəlib ki, ailədə o dəyərləri görüb hər halda ki, gözəl də qarşılayıb. Həm də bunu onun uğuru üçün etmişəm, bunu zamanla başa düşürdü və hər dəfə bir, belə deyək də, olay yaşananda və yaxud da bir show bizneslə hansısa bir sözü qalmaqalı düşəndə gəlib mənə deyirdi ki, müəllimə, sənin başıma dönüm, sənə qurban olum, sən bilirdin, düz deyirdin. Həmişə də yanındayam. Həmişə də deyirəm. Biz internet belə dedim malzəməsi olmuşuq artıq, mağazin. Bəli. Hamı bizi müzakirə eləyir. Ədalətli, ədalətsiz. Amma mən həmişə illərdən bir şey demişəm ki, Azərbaycan jurnalistikası, doğru jurnalistlər, doğru. Qərəzsiz. Qərəzsiz. Peşəkarlar nəyə diqqət eləyirlər? Sənətə. Sənəti kim yaşadırsa, ənənəmizə kim sadiq qala bilirsə, səhnədəmi, layihələrindəmi, siz də bizlə yan-yana, çiyin-çiyinə o ənənəyə münasibət yan-yana olanda, çiyin-çiyinə o eyni ədaləti verəndə biz rahatıq. Professional skandal olsun. Eləmi Elvin? Söz verirsən? Əlbəttə bizdə peşəkar skandaldır. Elvinin uğurları bol olsun. Çünki bugünün, dünənin Elvini deyil, çoxdanın Elvinidir. Baxmayaraq ki, çox yaxşı formada qalıb, bütün mənalarda öz üzərində işləyir, özünü inkişaf etdirir. Bu çox gözəldir. Skandalda yalnız mədəniyyət xəbərləri, gözəl niyyətli insanların işləri, çox böyük uğurlar olar. Uğurlar orada öz əksini tapar. Elvin Elxanı çox istəyirəm, çox sevirəm. Ümumiyyətlə çox istedadlı oğlandır və inanıram ki, çox maraqlı olacaq və maraqlı xəbərlər bizi gözləyir. Uğurlar, əlbəttə ki, uğurlar arzu edirəm. Mənim peşəkar dostum, canım Elvinim, sənə uğurlar arzu edirəm, səni təbrik eləyirəm. O qədər əminəm ki, belə maraqlı və heç bir səhifədə olmayan bir fikirlər olacaq orada. Çünki Elvinin kreativliyinə və peşəkarlığına güvənirəm, ona uğurlar arzu edirəm, hər zaman yanındayam deyirəm.